Sual verilir ki, xuşusuz zikr etsək əcr qazanırıqmı? Ola bilər müəyyən, yəni əcr olsun, amma o əcrin tam olması üçün və yaxud da zikrin üzərində tərtib olunan mükafatların, yəni hasil olması üçün gərək insan onu xuşu içərisində, yəni anlayaraq deməlidir ki, üzərində tərtib olunur. Bəzən deyirlər ki, mən filan zikr eləmişdim, amma yenə filan məsələ oldu. Yəni, hədisdə gəlir, kim zikr edərsə ona filan şey toxunmaz, zərər toxundurmaz və yaxud da yəni, heç bir həşərat və yaxud da əziyyət vericilər ona əziyyət verməz, zərər verməz, sancmaz. Amma deyim, mən oxumuşdum, amma zərər verdi. Deməli, əgər zərər verirsə, insan onu oxumuş olsa belə düzgün oxumuyor və yaxud da anlayaraq oxumuyor. Bu da onu bildirir ki, insan gərək zikirləri anlayaraq, ayıq qəlblə oxusun. Sual verilir ki, qadınların çoxunun cəhənnəmdə olması ilə bağlı hədisdə deyilən səbəb qadında yoxdursa, amma o başqa cür asilik edirsə, bu hədis ona şamil olunurmu? Ümumiyyətlə, asilik anlayışına hansı əməllər daxildir? Və hədisdə gələn əsasən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّكُنَّ تَكْفُرْنَ الْعَشِيرِ Yəni, siz ər neymətinə küfr edirsiniz. Ər neymətinə küfr edirsiniz. Yəni, sizə bir il yaxşılıq etsə, bir dəfə yaxşılıq görməsəz, deyirsiniz ki, ömür boyu səndən yaxşılıq görməmişik. Yəni, ümumən asilik qadının, yəni ərinə asi olması da ümumiyyətlə cəhənnəmi qazandıran əməl sayılır. Çünki ər neymətinə küfr etmək elə asilik, elə küfür sayılır, nankörlük sayılır. Necə ki, digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İdə sallətil mər'atu xamsəhə və samət şəhrəhə Əgər qadın 5 namazını qılarsa, Ramazan orucunu tutarsa və özünü günahlardan qoruyarsa və adaat zəvcəhə və ərinə itaat edərsə və ona deyilər ki, cənnətin 8 qapısından hansından istəyirsən daxil ol. Deməli, burada yəni, ərə itaəti cənnəti qazandıran əməllərin sırasında Peyğəmbər sallallahu aleyhi və səlləm gətirdi. Və eyni ilə də asilik də qadının ərə asi olması. Yəni, asi olma əsasən birincisi şəriətin tələb etdiyi məsələlərdə tabi olmazsa, dediyi məsələlər şəriətə uyğun, şəriətdə olan məsələlərdir. Və yaxud da digər məsələlər yəni, mübahdır və yaxud da yəni, şəriətə zidd olmayan məsələlərdirsə, yenə qadın ərinə itaat etməlidir, asilik etməməlidir. Sual verilir ki, subay insan Allahdan çöhrəsi gözəl zövcə istəyə bilərmi? Din sahibi öz yerində. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hədisdə deyir, get bax. Get bax. Yəni, bu da mühümdür. Yəni, xoşuna gəlməsi. Çünki فَإِنَّهُ أَحْرَ أَنْ يُؤْدَمَ بَيْنَكُمَ Yəni, çünki qadının ərinin xoşuna gəlməsi yəni sonra münasibətlərin daha yaxşı olmasına səbəbdir, səbəblərdən biri sayılır. Amma sözsüz ki, ən üstün olan, yəni dindir. Ona görə birinci qadının gözəlliyinə baxılır, sonra dininə baxılır. Yəni, əgər dini xoşu gəlmədi, məsələn, gözəlliyi xoşuna gəlsə belə, sonra dini xoşuna gəlmədisə, tərk edir, problem yoxdur. Amma əksinə birinci dininə baxır, dini hər yerin gözəl, hər şey öz yerində. Amma sonra gözəlliyi xoşuna gəlmədiyi zaman tərk edərsə, elə bil ki, dini tərk etmiş kimi çıxır. Ona görə birinci baxılan gözəllik olmalı, sonra dininə baxmalıdır. Sual verilir ki, çox vaxt olur ki, namazda duranda ayaqlar birləşir, amma çiyin yox. Necə olması düzdür? Yəni, çiyin birləşməsi üçün də gərək ayaqlar çox aralı tutulmamalıdır. Yəni, çiyin bərabərində tutularsa, onda çiyinlər də birləşəcəkdir. Sünnədə gələn çiyinlərin və topuqların birləşməsidir. Sual verilir ki, bəzən dəstəmaz alarkən bəsmələ çəkmək, bismillah demək yaddan çıxır. Belə olan halda dəstəmaz yenidən alınmalıdırmı? Əgər bəsmələsiz dəstəmaz yoxdursa, onunla qılınan namaz səhihdirmi, yoxsa yenidən qılınmalıdırmı? Deməli, daha yaxın olan odur ki, dəstəmazda bəsmələ, yəni bismillah demək vacibdir. Əgər insan unudarsa, dəstəmaz batil deyil.
Bəs namaz batil deyil və onunla namaz qıla bilir və namazda doğru düzgün sayılır. Sual verilir ki, Quran, hədis əzbərləmək daha xeyirlidir, yoxsa orada əmr olunanlara əməl etməkmi? Hansı üstündür? Əsasən nəzərdə tutulan əməldir və insan əgər bunu əzbərləyərək edərsə, bu daha üstündür. Və insan Quranı oxuduğu zaman, əzbərlədiyi zaman o savabı əldə edir. Hədisləri əzbərlədiyi zaman o savab var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Naddarallahu imra'an semi'a məqaləti." Yəni Allah Teala o insanın üzünü nurlandırsın dünyada və axirətdə. Mənim sözümü eşidər və eşitdiyi kimi əzbərləyər, anlayar və dəyişmədən onu başqasına çatdırar. Sual verilir ki, sehirbaz uzaq qohumum var, uzun illərdir bu işlə məşğuldur. Çox güman küfür edənlərdəndir. Salamı kəsməyim caizdirmi? Əgər həqiqi küfürlə, sehirlə məşğuldursa, bəli, ona salam verilmir. Quranı telefondan oxuyanda kitabdan oxumuş kimi savab qazanılırmı? Yəni, hər hərfindən 10 savab, bəli, onda da olur. Amma ümumən gətirirlər ki, kitabdan oxumaq daha əfsəldir. Sual verilir ki, sosial şəbəkələrdə ayələrdən, surələrdən götürüb dua kimi göstərirlər. Qarşımıza çıxanda oxuyub biz də dua edirik. Əgər səhvdirsə duamız gecikərmi? Günah sayılırmı? Yəni, Quranda gələn duaları, ayələr hansı ki, o dua formasında, yəni insan onları əzbərləyib, duanın qabul olunan yerində, səcdədə, təşəhhüdün axırında və digər qabul olunan yerlərdə edə bilər, heç bir problem yoxdur. Sual verilir ki, Allah qəlbə baxırsa, zahirdə saqqalın saxlanmağına nə ehtiyac var, necə cavab verək? Deməli, qəlbə orada gəlir ki, qəlbə və qəlbdən doğan əməllərə baxır. Yəni, əsas olan qəlbdir və qəlb sağlam olarsa, deməli, saqqal da olmalıdır. Saqqalı da gərəkdirir. Yəni, zahir əməllər də tələb olunur. Çünki iman və salih əməllər. Çünki Allah Teala imanla yanaşı həmişə salih əməlləri gətirir. Mən amilə salihan min zəkərin əv unsə və huvə mu'min. İman gətirdiyi halda salih əməl edən. Deməli, iman qəlbdə olur. Əgər iman doğru olarsa, o doğru düzgün iman insandan salih əməli gərəkdirir. Sual verilir ki, bəzən elə olur ki, çətin vəziyyətdə olanda yalan danışıram, amma istəmirəm, amma qorxuram, yalan danışdığım üçün nə edə bilərəm? Yəni, insan tövbə etməli, amma çalışmalıdır ki, yalan danışmasın. Yalan danışmasın. Yəni, ola bilər bu şiddətli təhlükə ilə qarşılaşarsa başqa məsələ və yalanın da icazəli olduğu yerlər var. Hansı ki, döyüşdədir və insanın yoldaşına və bir də iki nəfərin arasını islah etmək üçün. Yəni, başqa yerlərdə icazəli deyildir. Sual verilir ki, Tövbə 101-də deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yanında münafiqlər var idi və Peyğəmbər sallallahu aleyhi və səlləm onları tanımır. Bu sahabələrin içində münafiqlər olması bildirilmir. Sahabə başqadır, münafiq başqadır. Yəni, sadəcə orada sahabələrin arasında yaşayıblar, münafiqlər olub. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm tanıdıqları da var idi. Çünki onların siyahısını Peyğəmbər sallallahu aleyhi və səlləm Hüzeyfə radiyallahu anhə vermişdi. O ayədə gələn isə Lə tə'ləmuhum, nəhnu nə'ləmuhum. Yəni, onlardan elləri var, sən bilmirsən, biz bilirik onları, o münafiqlər. Çünki münafiq zahirdə özünü müsəlman kimi göstərir və daxildə isə kafirdir, inanmır. Və münafiq də çox vaxt nə vaxt çıxır ortaya? İslam güclü olanda. İslam güclənəndə münafiqlər ortaya çıxır. İslam zəif olanda ehtiyac olmur. Elə kafirdir də, kafirdir və açıq aydın sözünü danışır. Amma nə vaxt ki, İslam güclənir və onun malına, canına, qanına toxunulmasın deyə özünün müsəlman olduğunu deyir. Qeybətə qulaq asmaq da həmin hökmə girirmi? Bəli, insan qulaq asırsa və onu inkar etmirsə, ən azı qəlbi ilə ona artıq şərik olmuş olur. Sual verilir ki, adamın ağlına qardaş barəsində pis şeylər gəlir, amma dilinə gətirmirsən. Deməli, qəlbə gələnə görə və insan onun dilinə çıxartmırsa, inşallah bir günah yoxdur. Çünki bəzən qəlb insanın əlində olmur. Yəni, özü istəmədən qəlbə gəlir.
Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah təcavəzə li an ümməti amma təhəddəsət bihi anfusuha mə ləm tətəkəlləm əv tə'məl bih. Allah Teala ümmətim üçün keçib qəlbi danışıqlardan, yəni qəlbə gələn danışıqlar bağışlanıbdır. Nə qədər ki, insan onu dilinə gətirmir, danışmır və əməl etmir. Qəlbində olana əməl etmirsə, ona günah yoxdur. Amma yenə də insan çalışmalıdır ki, onu dəf eləsin, dəf etməyə çalışmalıdır. Onun üçün dua eləsin və yaxşı zəndə olmağa çalışsın ki, yəni qəlbində o yer tutmasın, o pis zənlər qəlbində yer tutmasın. Yəni o vaxtı Bəqərə surəsinin axırıncı ayələri nazil olanda Allah Teala deyir ki, Lillahi mə fis-səmavati və mə fil-ard. Göylərdə və yerdə nə varsa hamısı Allaha məxsusdur. Və in tubdu mə fi anfusikum aw tuxfuhu yuhasibkum bihillah. Yəni siz nəfsinizdə olanı aşkara çıxarsanız da, gizli saxlasanız da Allah Teala sizə hesaba çəkəcəkdir. Və sahabelər deyirlər ya Rasulullah, yəni biz gücümüz çatan bir şeylə mükəlləf olduq. Yəni cihaddır gücümüz çatır, namazlı gücümüz çatır, oruçdur gücümüz çatır. Amma bu elə bir şeydir ki, yəni sahili olmayan bir dəniz kimi bir şey, insanın qəlbinə gələn fikirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o əvvəlkilər kimi deməyin. Yəni eşitdik və asi olduq. Eşitdik və itaat etdik deyin və sahabələr də deyirlər, səmi'nə və ata'nə. Və eşitdik və itaat etdik və bizi bağışla və ondan sonra artıq yüngüllük gəlir. Yəni ayə nəsx olunur. Ayənin hökmü aradan qalxır və artıq bu ümmət üçün yüngüllük gəlir ki, yəni qəlbdəki fikirlərə görə insan onu dilə çıxartmadıqca və əmələ keçirmədikcə ona günah yazılmır. Cümə günü hansı zikirlər olunmalıdır? Cümə günü əsasən salavatın çoxarılması müstəhəbdir. Salavat, Peyğəmbər sallallahu aleyhi və səlləmə çoxlu salavatın gətirməsi, Allahumma salli və səllim alə nəbiyyə Muhammed. Dəstəmaz alanda ardıcılıq olmasa, məsələn, ayaqları yondan sonra başa və qulağa məhz çəkilərsə səhih olurmu? Burada ixtilaf var. İxtilaf var mı? Daha yaxın olan olur inşallah. Sual verilir ki, maşın alandan sonra işləri düz olmayan, biznesi əlindən çıxan adam maşını satsa ki, maşında nəfs qaldı, bu şirkə girirmi? Yəni, bir hədis var ki, yəni evdir, maşındır, qadındır, yəni düşər-düşməzlik məsələsi kimi bir hədis var. Amma orada görüşlər müxtəlifdir. Amma Şeyx Alman Rahimullah deyir ki, hədisin bir hissəsi də vardı ki, İn kənə şu'umu fi şeyin kənə fi thələthə. Əgər olsaydı, o düşər-düşməzlik, olsaydı üç şey də olardı. Üç şey də olardı. Yəni bunlarda da yoxdur. Ona görə insan yəni ibadətində, zikirlərində güclü olmalı və başqa belə şeylərə məhəl qoymalı deyil. Yəni əslində, yəni belə şeyləri insan yəni nəfsdir, sehirdir, belə götürməsi yaxşı deyil. Günahlardan görməsi daha yaxşıdır. Necə İbn Hüseyn rahimehullah deyir, bəziləri elə deyən kimi deyir, bu sehirdir, bu gözdür. Ancaq fikirləşir, ruqya olunsun, dualar olunsun, amma fikirləşmir ki, bu günahdır, tövbə lazımdır. Günahdan fikirləşəndə, görəndə insan artıq tövbəyə yönəlir, etdiyi günahlarına tövbə edir. Quranda ayə olan duaları səcdədə demək olar. Bəli, dua formasında deyilməsində heç bir problem yoxdur, deyilir. Namazda son təşəhhüddə Ali İmran 8-9 ayələrini oxumaq olarmı? Yəni dualardır. Rabbənə lə tuzigh qulubənə bə'də idh hədəytənə olar. Dualardır, onlar oxumaq olar. Sual verilir ki, Abdülmüheymin ismini uşağa qoymaq olarmı? Olmazsa nə üçün olmaz? Abdülmüheymin Allah'ın adlarındandır. Mu'minul Muheyminul Azizul Cebbar Allah Teala adlarından keçir və qoyulmasının bir şey yoxdur. Olur. Amma yəni insan baxmalıdır ki, yəni o yaşadığı yerdə belə bir ad yəni istifadə olunurmu? Və həmçinin adlardan biraz qısa adlar seçilməli, çağıranda asan olsun çağırılması. Və sonra görürsən belə gözəl ad qoyulur, onu da belə qəribə qısaldırlar. Nə gözəl adın özü qalır, nə də yəni tam dəyişilmiş formaya düşür. Və ona görə elə kökdən qısa və gözəl ad qoyulması daha yaxşı olar. Sual verilir ki, cümə fərzdir. Səfərdə olan şəxs cümə namazını qılır və ardından 2 rükət əsr səfər qıla bilərmi?
Deməli, səfərdə cümə vacib deyil, amma cümə qıldıqdan sonra əsri qıla bilər inşallah. Bununla kifayətlənir. Allah Teala işləyib yaxşısına tabi olanlardan etsin. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi və səlləm.